qorxurlar. Ya niyə mən sizə neynəmişəm? Öz müəllimimdir Təyyar Bayramov. Mənim anam dünən yığıb ona ki, ayıb deyil sənə və sənin xalq artisti Məsum İbrahimova ki, Pərvizi niyə ora aparmadı özünüzə Yaxşı, Pərviz heç oxumaz, lazım deyil. Qonaq qismində heç olmasa oturardı orada da, də tamaşaçılar arasında. Bu sənət adamı. Mən bildiyim qədər Pərviz bəy, sizin valideynləriniz hər ikisi Ağdamlıdır. Bəli. Biz sizi amma Ağdam görüşlərində görmədik. Heç bir Ağdamda yoxum. Heç bir Ağdam görüşlərində. Bir Ağdamlı kimi siz Ağdamsız qalmısınız. Hə, bəli, mən deyirəm də salam olsun mənim Ağdamsız Ağdamlılarıma. Yəni bu səbəb hər şey Səbəbin açıqlayırsınız da belə baxanda. Yox, mən kimə nə pis eləmişəm? Bu birdən mənə tənqid yazanlar var ha. Onlara hərdən deyirəm ki, cürəti çatmayanlar monitor arxasında şirə dönür. Üz-üzə gələndə sən o qədər tərifləyirlər ki, o qaç qorx ki, səni tərifləyəndən. Mən həmişə məni tərifləyənə salam vermirəm. Bilirəm axı məni rahatladır, məni işimi biraz da axsadır. Yox, mənə deyəcək ki, qardaş, buranda genetikanda səhvim var, biraz buranın üstündə işləmişsin, bu mahnını daha da yaxşı, mükəmməl səviyyəyə çıxarda bilərdin. Baxırsan ki, Azərbaycanda o kadrlar var, verə bilərəm sizə. Öz şəxsi büdcəmlə, çox böyük büdcədən söhbət gedir. Burada 20 min, 30 min yox ha, burada 70 minin söhbəti gedir. Patriotam. Heydər Əliyev üçün film çəkmişəm.